Bildiğiniz kimi fevralın 21'i Dünya Ana Dili Günü yaxınlaşmaqdadır. Bu gün bizim için İran siyasi coğrafyasında çox önemli bir gündür. Səbəb də bizim, yəni Türklərin İran siyasi coğrafyasında dil haqqından məhrum qalan bir xalqıdır. Dilsizlərin durumuna düşən bir xalqıdır. Bu xalqın şanlı tarixinə tam zidd olan bir gerçəklə qarşı-qarşıya gələn bir xalqıdır. Elə bir qısır duruma düşən bir xalqıdır ki, hətta öz rejimlərində belə seçilmiş Cumhurbaşqanı Pezeşkiyanı deyirəm. Öz dilində, türk dilində 2 beyt şeir oxumağa belə izni olmayan bir xalqıdır. Geçən 30 ildə bu günü, yəni 21 fevral Dünya Ana Dili Günü ümumiyyətdə Fars dilində anmışıq. Fars dilində 21 Azərdən yazmışıq. Toplumun maarifləşməsi üçün və İran toplumu 21 fevralın önəmini anlasın deyə Farsça yazmışıq. İranda kamuoyuna, yəni ümumi əfkara təsir edilsin, başa düşsün, bilgilənsin deyə Farsça yazmışıq. Bir tərəfdən də xalqımız, bu zəlalətli bir duruma düşən xalqımız öz ana dilində yazıb oxumağı bilmədiyi üçün Fars dilində yazmışıq. Bəlkə bu çabalar insanın ana dilində təhsil alma haqqını biraz da olmuş olsa başa düşsün. Ana dilində təhsil etmə haqqı vurğulansın, önəmi dilə gəlsin. Bir başqa deyişlə bu günə qədər toplum üzrə ya toplumda insanları müxatib alaraq ana dilində təhsil alma haqqı vurğulanmışdır. Amma indi isə biraz da üzümüzü milli hərəkatın mənsublarına tərəf doğrultalım, aktivistlərlə danışalım. Onlar ana dilində təhsil alma haqqını və 21 fevralın haqqında hangi fikirlər və teorilər ürətmişlər? Ən son 21 fevral Dünya Ana Dili Günü haqqında danışdığımda bir şey vurğulamışdım və demişdim ki, Dünya Ana Dili Gününü önəmsəməliyik. Amma o günü yalnız önəmsəməklə bir məqsədə varma mümkün deyildir. Bəlkə necə önəmsəməliyik? Ya necə və hangi yolla ana dilində təhsil alma haqqını xalqımızın zehnində, fikrində, hərəkatında bir eyləmə çevirə bilərik, bir hərəkətə, bir dalğaya devirə bilərik. Əgərsə bu fəaliyyətlər dalğalara devrilmirsələrsə, toplumda da ciddi bir hərəkət o sahədə mümkün olmayacaqdır. Buraya gəldikdə ilk öncə hər kəsin diqqətini bura çəkmək istəyirəm ki, xalqımızı assimilyasiyaya məruz qoyan bir önəmli faktor bizim xalqın dilini önəmsizləşdirmə və onun keyfiyyətini yetərsiz göstərməklə mümkün olmuşdur. Bu yetərsizlik və keyfiyyətsizliyi ana dilində təhsil almamaq vasitəsilə gerçəkləşdirilmişdir. Eyni halda da Fars dilinin bəslənməsi, məktəb, universitet, mətbuat, media, radio, televizyon, roman, dərgilər vasitəsilə Fars dilinin keyfiyyəti istər-istəməz yüksəlmiş və türk dili primitiv bir səviyyədə qalmışdır. Bu vasitə ilə İranda daxili istimar siyasəti türk xalqının zehniyyətində türk dilinin düşük səviyyədə olması və Fars dilinin yüksək səviyyədə və keyfiyyətli bir dil olmasını ona dayatmışdı, təhmil etmişdi. Bu sürəcin sonucu türk xalqının öz ana dili haqqda öz güvənin ya etimad bi nəfsin almışdır. Və buradan assimilyasyon sürəci, ələlxüsus dil assimilyasyon sürəci sürətlə türk toplumunda yayılmağa başlamışdır. Bu sürəc əlbəttə ki, Rza Şah zamanından qabağa getməkdədir. Amma biz Rza Şahın qüdrətə gəlməsini nəzərə alırsaq, assimilyasyon sürəcinə 1 il ya 1 il yarım 1945-də milli hökumətin qurulması ilə tormozlanmışdır. İkinci tormozlanma isə 1991-də
Azərbaycan Cumhuriyyətinin istiqlaliyyətinin əldə olması ilə başlanmışdır və bu günə qədər o tormozlanma davam etməkdə və gün keçdikcə genişlənməkdədir. İndikinə özəl olaraq qeydim, dil vasitəsilə assimilyasiya sürəcinin genişlənməsində İran dövləti vasitəsilə. Dediyimiz kimi, xalqımızdan dil haqqında özgüvənini almışlar və fars dilini bir alternativ dil olaraq onun dilinin yerinə dayatmağa çalışıblar. İndi bu assimilyasiyona qarşı ən böyük suallardan biri budur ki, xalqımızda dil haqqında, ana dil haqqında özgüvənini qazanmaq üçün nə işlər lazımdır? Nə vasitə ilə özgüvəni geri almaq olar? Bu sualın cavabı əlbəttə o qədər də rahat deyil, amma bəzi işarətlər özgüvənin geri almasında hər kəsə aydındır. Məsələn, bir tərəfdən eğitim bərpa olma və xalqımız öz ana dilində təhsil alma haqqını əldə etmə və o dildə təhsil almaqla bu özgüvən geri ala bilinir. Amma bu iş İran İslam Cumhuriyyəti hakimiyyətdə olan sürəcdə mümkün olmağını düşünməyimiz lazımdır. Yəni İran rejimi çökməyincə bu iş mümkün olmayacaqdır. İkinci faktor toplumda, yəni Azərbaycanda və Türk toplumlarında, ümumiyyətlə İran çapında, Türk ədəbiyyatında içərik ya mühtəva ürətməkdir. Bu sahədə fəaliyyətlər getməkdədir və Azərbaycanın aydını, öncülü və qələm sahibi hər sahədə, hətta incəsənət sahəsində belə bəzi işlər görülməkdədir, amma əlbəttə ki, yetərli bir səviyyədə görülməməyində kuşkumuz olmamalıdır. Adın çəkdiyim sahə əməli sahədir. Yəni, əməli sahədə insanımıza necə özgüvən vermək gərəkirdi, bir neçə örnək verdim. Amma özgüvəni qazanmaqdan ötürü əməli sahənin ötərisində bir də özgüvəni qazanmaq üçün fikir və zehn aləmi var. İnsanın ruhsal bir durumu var ki, bir müəyyən şəraitdə bəzi faktorlara dayanaraq özgüvənini geri almaqda çox ciddi irəliləmə əldə etmək olur. Buna bir örnək verə bilərəm. Türk xalqı İranda assimilyasiyona qələbə çalmaq üçün özgüvənə ehtiyacı vardır. Bu özgüvən meydanda güc əldə etməklə bərpa ola bilir və ya bu özgüvən milli dili haqqda və onun keyfiyyəti və yetənəyi haqqda maarifləşməsi ilə mümkün olur. Bura gəldiyimizdə iletişim ya irtibatat sahəsində bilim və teknolojinin gəlişməsi, əsrimizin digitallaşması və sosial medyanın bu geniş vasitədə yaygın olması xalqımıza Türk dilinin yüksək səviyyədə öyrənilməsinə, bilgilənməsinə şərait yaradıbdır. Və elə bu bilgilənmə və dilinin keyfiyyətini başa düşmə ilədir ki, insanımız, Türk insanı dil özgüvənini ona geri döndərməkdə çox ciddi bir rol oynayır. Örnəyimiz bu sahədə Türkiyədən yayılan televizyon kanallarıdır. Mediadır, digital mediadır və çox rahatlıqca dünyanın harda yaşayırsan yaşa, Türkiyədən televizyonlar vasitəsilə və internet yolu ilə yayılan filmlər, dizilər, ədəbiyyat sahəsində şeir, roman və çox geniş mətbuat internet vasitəsilə yayılmada xalqımıza öz dilinin dərin keyfiyyətini öyrənməkdə və onu mənimsəməkdə çox ciddi bir şərait yaradıbdır. Bu sahədə Türkiyə bizim xalqımıza öz dil güvənin geri almasında ən güclü rolu oynamaqdadır. Buna ek olaraq İranlıların Türkiyə ilə ilişki və əlaqədə olmaları, ora gəlib dolanmaq və ya alış-veriş üçün çox ciddi əlaqədə olmaları, hətta İran çapında türk dilinə qarşı bir sempatik fəza yaranmışdır. Bu sempatik fəzanı İranda türk kurslarının geniş vasitədə açılması və geniş çapda türk dilinin öyrənməsinə maraq göstərmə onun ciddi bir şahididir. Bura gəlmişkən milli fəalların sırasında dilimizin keyfiyyət konusunda Türkiyədən gələn
etkinin zəiflənməsində bəzi rollar oynamaqdadırlar. İranda geçən yüzildə Türk dili əzilməkdə və Türk milləti və Türk xalqı daxili istimar siyasətinə məruz qalmışdır. Bura gəldikdə Türkiyənin mediasından, sinemasından, dizisindən, ədəbiyyatından, incə sənətindən Türk dili və türklüyün nə olduğunu bizim xalqa aydınlatmaqda ciddi rol oynayır. Eyni halda orada gələn türkçənin dərin keyfiyyəti olması üçün istər-istəməz bizim xalqın İranda zehnində çarpıcı formada fars dili ilə qarşılaşanda bir rəqabət gücü bizim insanlarımızın zehnində dizilir. Türkiyədən gələn türk dili keyfiyyəti ilə fars dilinin qarşı-qarşıya qoyduğunda o rəqabətdə türk insanı öz dilinin rəqabət gücün fars dili qarşısında gördüyündə öz güvəninin güclənməsi istər-istəməz o insanın ruhunda və canında köklənəcəkdir, canlanacaqdır. Və bu sürəc Güney Azərbaycanda və ümumiyyətlə İran çapında türk insanının dil güvəncini qazanmaqda çox ciddi bir rol oynayacaqdır. Bu sürəcin davamı istər-istəməz milli maarifləşmənin genişilməsində və toplumda yayılmasında güclücə yardımcı olacaqdır. Amma bizim bir kəsim aydınlarımız, öncüllərimiz, siyasilərimiz bizim xalqın dilini türkcə deyil, Azərbaycan türkcəsi kimi tanıtdırmaq və ya xalqımızın milli kimliyinin adı türk deyil, Azərbaycan türkü kimi tanıtdırmaq bizim xalqın bir bölümündə güya bunlar bir şey deyil, iki fərqli fenomenlərdirlər deyə insanlarımızda şək və ya tərəddüd icad edir. Biz türk deyil, Azərbaycan türküyük. Dilimizin adı türkcə deyil, Azərbaycan türkcəsi imiş deyə kimi qələmə verirlər və xalqımızın zehnində şübhələr icad edirlər. Bu kimi bizim dilimizi və hətta milli kimliyimizi yeni adlandırmalar Güney Azərbaycanda hətta bəzi ədəbiyyatçılarımızın zehninə də sızmışdır ki, güya biz daha başqayıq kimi göstərməyə çalışırlar. Halbuki Güney Azərbaycanda və ümumiyyətlə İran çapında yaşayan türklərin milli kimliyi hər zaman türk adlandırılmışdır. Və hətta türk olaraq İran siyasi coğrafiyasında baskıya məruz qalmışıq. Hər zaman dilimizin adı uzun tarix boyunda türk dili adlandırılmışdır və heç zaman elə bir əkləmələr dilimizin adına gerçək dünyada heç zaman bulunmamışdı. Quzeydə qurulan 1-ci Cumhuriyyət və 2-ci Cumhuriyyətdə xalqımızın milli adı türk və onun dili türkcə olaraq rəsmiyyətə tanınmışdır. Və sözümün sonu 21 fevral Dünya Ana Dili Günü. Yəni ana dillərin rəsmiyyətə tanınmaları və ana dilində təhsil alma haqqı doğal bir haqq olaraq hər insana çox normal və demokratik bir haqq tanınmalıdır. Bu haqq uluslararası hüquqda rəsmiyyətə tanınmışdır. İndi isə geri qalmış istibdadi və faşist dövlətlərə bu haqqı dayatmaq və təhmil etmək lazımdır. O günün arzusu ilə məni dinlədiyiniz üçün təşəkkür edirəm.